Salam əziz tələbələr. Bu gün sizlərlə cədvəllər mövzusunun ikinci səviyyəsini izah edəcəyik. Deməli, ilk sualda 8-i 5-ə vururam 40 və 40-dan 5 çıxıram 35. 6 dəfə 2 12 və 12-dən 2 çıxıram 10. Gördüyünüz kimi sual işarəsi də sağdadır. Elə cavab da sağdaymış. 12-ni 2-yə vuranda 24 və 24-dən də 2 çıxacam, eləyəcək 22. C variantı. Sual 2. Burada. Deməli, operatorlarda əgər xatırlayırsınızsa, biz tərəflərimizdən birini özümüzdən bir rəqəmə vuraraq digəri ilə toplamaq və yaxud da digərindən çıxmaq kimi əməliyyatları yerinə yetirirdik. Burada ikinci tərəfi mən 2-yə vurmuşam. 7-ni 2-yə vuranda 14, yenə 14 və 9-u 2-yə vursam 18. Və birinci tərəflə toplamışam. 14 ilə 15-in cəmi 29, 14 ilə 12-in cəmi 26 və 18 ilə 15-in cəmi 33. A variantı. Növbəti sualımız 3-cü sual. Burada isə görə bilərsiniz, 3-ün gördüyünüz yerdə 28-i görmüsünüzsə, deməli 3-ün kubudur. 3-ün kubu üstə gələk 1-in kubu, 28. 4-ün kubu üstə gələk 1-in kubu, 65. Və 3-ün kubu üstə gələk 4-ün kubu. Bu deyilir 91 C variantı. Növbəti sual 4-cü sual. Bu sual da qarşımıza çox çıxan üsullardan biridir. Hasili ilə cəmini toplamışıq. 8-i 2-yə vursam 16, 8-in üstünə 2 gəlsəm 10. 16 ilə 10-u toplasam 26. 6 dəfə 7 42, 6-nın üstünə 7 gəlsəm 13. 42 ilə 13-ün cəmi 55. 8 dəfə 3 24 və 8 ilə 3-ün cəmi 11. 24 ilə 11-in cəmi 35. Cavabım olur D variantı. Növbəti sualın 5-ci sual. Bu da çox istifadə olunan üsullardandır. Burada nə etmişik? Tərsinə çevirmişik sadəcə. 6 ilə 9-un cəmi 15. 15-in tərsi 51. 7 ilə 5-in cəmi 12. Tərsi 21. 8 ilə 9-un cəmi 14. 14-ün tərsi 41. Y variantı. Növbəti sualımız 6-cı sual. Deməli, bu ardıcıllıq tipli cədvəldir və əgər diqqətlə baxsaq, sətir üzrə 4 4 artıb, 1-in üstünə 4 5, 5-in üstünə 4 gəlsəm, eləyir 9. 9-un üstünə 4 gəlsəm, eləyir 13. Və sütun üzrə isə 2 2 artıb. 1-in üstünə 2 gəlsəm 3, 3-ün üstünə 2 gəlsəm 5 və 5-in üstünə 2 gəlsəm 7. Gəlin elə sütun üzrə baxaq və son sütunda tapaq. 2 artıracam. 2 2 artıracam. 15, 17 və 19. Cavabım olur D variantı. Növbəti sualım 7-ci sual. 7-ci sualda nə etmişik? Ortadakıları birzəmləmişik, kənardakıları birzəmləmişik. 9 ilə 10-un cəmi 19. 8 ilə 11-in cəmi 19. 8 ilə 10-un cəmi 18, 6 ilə 12-nin cəmi 18. İndi 20 ilə 32-nin cəmi, bu eləyir 52. Bəs 28-in üzərindən nə gəlsəm 52 eləyir? Təbii ki, 24. Cavabım olur D. Növbəti sualımız 8-ci sual. Bu da ardıcıllıq tipli cədvəllərdən biridir. Burada da rəqəmləri cəmidir. 1 ilə 0-ın cəmi 1 eləyir. 1 ilə 1-in cəmi 2 eləyir. 1 ilə 2-in cəmi 3 eləyir. 1 ilə 3-ün cəmi 4. Sonra 4 ilə 1-in cəmi 5. 4 ilə 2-in cəmi 6, 7, 8. Düz 15-ə qədər irəliləyir. Və növbəti nədir? Təbii ki, 16. 16 hansı ədədlə hansı ədədin cəmidir? Təbii ki, 8 ilə 8-in cəmidir. 1-dən 15-ə qədər gəlir, növbəti 16-dır. Cavabım olur D variantı. Növbəti sualım 9-cu sual. Burada da yenə kənarları birzəmləmişik, ortadakılar 1. 6 ilə 8-in cəmi 14, 7 ilə 7-in cəmi 14.
6 ilə 6-nın cəmi 12, 9 ilə 3-ün cəmi 12. 4 ilə 7 11, 1 ilə 10-un cəmi 11. Hamısı cəmdir. Deməli, cavabım olur C variantı. Növbəti sualım 10-cu sual. Deməli, bu sualda kvadratları cəmidir. 7-nin kvadratı üstə gələk 3-ün kvadratı. Eləyir 58. 6-nın kvadratı üstə gələk 5-in kvadratı. Eləyir 61. Və 9-un kvadratı 81. Üstə gələk 2-nin kvadratı 4. Bu eləyir nə? 85. Cavabım olur Y variantı. Növbəti sualım 11-ci sual. Sual 11-də gördüyünüz kimi kənardakı rəqəmlər böyükdür, ortadakı rəqəm isə kiçikdir. Deməli, cavab ortadadır və kənarlardan alın. Yadınızda saxlayın. 2 dənə kiçik, bir dənə böyük ədəd olanda çox vaxt böyük ədəd cavab olur. 2 dənə böyük, bir dənə kiçik olanda kiçik ədəd cavab olur. Deməli, 1, 2, 3-ün cəmi 6, 6 ilə 8-in cəmi 14. 14 ilə 6-nı toplasam 20. 7 ilə 9-un cəmi 16, 4, 5, 2-nin cəmi 11. 16 ilə 11-in cəmi 27. 3, 4, 4-ün cəmi 11, 1 ilə 1-in cəmi 2. 11 ilə 2-nin cəmi 13. Cavabım olur D variantı. Növbəti suala baxaq. Deməli, burada bir dəfə aşağıya doğru topluyor, bir dəfə yuxarıya doğru. Baxın, 4, 7, 8-in cəmi eləyir 19. 3, 6, 9-un cəmi eləyir 18. 7, 2, 3-ün cəmi eləyir 12. 1, 5, 7-nin cəmi eləyir 13. 6 ilə 8, 14 eləyir. 14-ün də üstünə 3 gəlsəm 17 eləyir. Cavabım olur B variantı. Növbəti sualım 13-cü sual. Burada da birinci və üçüncünü bir toplamışıq, ikinci və dördüncünü bir toplamışıq. 1 ilə 2-nin cəmi 3, 2 ilə 1-in cəmi 3. 4 ilə 5-in cəmi 9, 1 ilə 8-in cəmi 9. 3 ilə 5, 8, daha doğrusu 3 ilə 3 toplamalıyıq, 1 ilə 3-cü. 3 ilə 3, 6, 5 ilə 1, 6. Və sonra 6 ilə 9, 15 eləyir. 8-in üzərinə nə gəlsəm 15 eləyər? Təbii ki, 7. Cavabım olur C variantı. Növbəti sualım 14-cü sualdır. Burada isə hasilindən baxmışıq. 6-nı 10-a vurmuşuq, 60. 5-i 12-yə vurmuşuq, 60. 12 dəfə 4, 48. 8 dəfə 6, 48. 7 dəfə 6, 42. Və 2-ni nəyə vursam 42 eləyər? Təbii ki, 21-ə. 2-ni də 21-ə vuranda 42 eləyir. Cavabım olur Y variantı. Növbəti sualım 15-ci sual. Burada birinci ədədin kvadratından ikinci ədədi çıxmışıq. Deməli, 4-ün kvadratı 16. Çıxılsın 6 eləyir 10. 3-ün kvadratı 9. Çıxılsın 5 eləyir 4. 7-nin kvadratı 49. Çıxılsın 4 eləyir 45. Və 8-in kvadratı 64. 64-dən 1 çıxsam 63. B variantı. Növbəti sualımız 16-cı sual. Sual 16. Deməli, bax, ən azından 3-cü sətirdən daha yaxşı bilinir. Bizim bir qaydamız var idi ki, 2 dənə böyük rəqəm, bir dənə kiçik rəqəm görəndə istər-istəməz kiçikləri vururuq, böyükləri toplayırıq. 4-ü 3-ə vururam 12, 7 ilə 5 toplayıram 12. 5-i 2-yə vururam 10, 9 ilə 1 toplayıram 10. 22 ilə 20-nin cəmi 42, 6 dəfə 7, 42. Deməli, 4 dəfə 6, 24. 11-in üstünə nə gəlsəm 24 deyir. Təbii ki, 13. Cavabım olur Y variantı. Növbəti sual 17-ci sual. Bu tip suallarda qara xəttin sağındakı rəqəmlər cavablar olur. Və biz bunun hansı formada almışıq? Deməli,
İlk 3 rəqəmi toplamışıq. 21, 15 və 27-nin cəmi. Bu eləyir 63. Və 63-ü bölmüşük 3-ə, eləyib 21. 42, 16 və 20-nin cəmi. Eləyir 78. Və 78-i 3-ə bölmüşük 26. 40, 24 və 8-in cəmi. 72. 72-ni 3-ə bölsək, təbii ki, eləyir 24. A variantı. Növbəti sual 18-ci sual. Burada da yuxarıdakı ədədlərin kvadratından soldakı ədədləri çıxmışam. 3-ün kvadratı 9, 9-dan 2 çıxsam 7. 6-ın kvadratı 36, 36-dan 2 çıxsam 34. 8-in kvadratı 64, 64-dən 2 çıxanda eləyir 62. A 62. 9-dan 4 çıxanda eləyir 5, B 5-dir. Və 36-dan 5 çıxanda eləyir 31. C də 31. Bunları toplayıram. 93, 98. C variantı. Növbəti sualımız 19-cu sualdır. 19-cu sualda əgər mərkəzə doğru rəqəmlərin hamısına diqqətlə baxsaq, hamısı 3-ə bölünən ədədlərdir. Və buna fikir verəndən sonra deməli nə etmişik? 9-dan çıxmışıq 3-ü. Bundan bunu çıxmışıq və vurmuşuq 3-ə. 6 vur 3, 18. 6-dan 3-ü çıxanda 3, 3-ü vurdum 3-ə 9. 7-dən 3-ü çıxanda 4, 4 vur 3, 12. Deməli, yuxarıdakı ədəddən soldakı ədədləri çıxıb 3-ə vurmuşum. 7-dən 2-ni çıxanda eləyir 5. 5-i də 3-ə vursam eləyir 15. Cavabım olur D variantı. Növbəti sualımız 20-ci sual. Bu sualda isə kvadratları fərqləyir. Deməli, 8-in kvadratı 64, çıxılsın 3-ün kvadratı 9. 64-dən 9 çıxanda 55. 64 çıxılsın 4-ün kvadratı 16. Eləyir 48. Gəlin hamısının kvadratlarını yazaq. 81, 25, 36. Deməli, 64-dən 9 çıxıram 55. 81-dən 9 çıxıram 70. Deməli, 64-dən 25 çıxacam. Bu eləyir 39. A 39'dur. 81-dən 16 çıxacam. Bu eləyir 65. B 65'dir. Və son olaraq 36-dan 9 çıxacam. Bu da eləyir 27. C də 27'dir. Və bunları toplayacam. Bu eləyir 104. 104'ün üstünə də 27 gələndə 131. Cavabım olur Y variantı. Növbəti sualım 21-ci sual. Sual 21. Deməli, burada nə etmişik? Burada biraz qəliz əməliyyatı yerinə yetirmişik. Nə etmişik? Birinci 7-ni 4-ə vurmuşuq. 28. Sonra 7 ilə 4-ü toplamışıq. 11. Və 28-dən 11-i çıxanda 17. 7-ni 6-ya vurmuşuq. 42. Sonra 7 ilə 6-nı toplamışıq. 13. Və 42-dən 13 çıxmışıq. 29. Deməli, 5 dəfə 6. Bu eləyir 30. 30-dan 5 ilə 6-nın cəmini çıxacam. Yəni 11. Bu eləyir 19. K 19'dur. 2 dəfə 4. 8 çıxılsın. 2 ilə 4-ün cəmi 6. Bu da eləyir 2. 2 ilə 3 eləyir 6 və 2 ilə 3-ün cəmi 5. 6-dan 5 çıxanda bu da eləyir 1. 19, 1 və 2-nin cəmi 22. Cavabım olur C variantı. Növbəti sualım 22-ci sual. 22-ci sualda hər bir operator müəyyən əməliyyatı yerinə yetirdiyinə görə mən bunların hər birini ayrı-ayrılıqda bir əməliyyat kimi başa düşməliyəm. Yəni, qum saatı bir əməliyyat yerinə yetirir, xaç işarəsi bir əməliyyat yerinə yetirir və ulduz işarəsi də bir əməliyyat yerinə yetirir. İndi baxsam, deməli, xaç işarəsi 11-dən 32 alıb 17-dən 50. Necə ala bilərik? Təbii ki, 3-ə vursam 11-i 33 və 1 çıxsam 32. 17-ni 3-ə vursam 51, 1 çıxsam 50. Deməli, bu 3-ə vurub 1 çıx. 6-nı 3-ə vursam 18, 1 çıxsam 17. K 17'dir.
İndi bu misaldır. 6-dan 15 alıb 17-dən 37 alıb. Yenə 2-yə vurub üzərinə 3 gəlsəm düzgün olur. 6 dəfə 2 12, üzərinə 3 gələndə 15. 17 dəfə 2 34, üzərinə 3 gələndə 37. Deməli 2-yə vurub 3 gələcəm. 22, bu da eləyir 25. Elde 25'dir. Və ən asanı ulduzdur. Sadəcə üzərinə 6 gəlir. 6-nın üstünə 6 12, 11-in üstünə 6 17. 17-nin də üstünə 6 gələcəm, bu da eləyir 23. M də 23'dür. Bunları toplasam eləyir 65, yəni Y variantı. Növbəti 23-cü sual. 23-cü sualda da eyni ilə bayaqki sualda olduğu kimi hər bir operator özlüyündə müəyyən bir əməliyyatı yerinə yetirir. Deməli, baxsaq, ilk növbədə kvadrat operatorunda biz almışıq 8-dən 23-ü, 10-dan 29. 29 onun neçə qatına yaxındır? 3 qatına. 3-ə vurmuşam, yenə 1 çıxmışam. 30, 1 çıxanda 29. 8 dəfə 3, 24, 1 çıxanda 23. Yenə 18, 1 çıxanda 17. A yenə 17-dir. 3 bucaq. 6-dan 14-ü alıb 10-dan 22. Bu dəfə də 2 qatına yaxındır. 2-yə vurub üzərinə 2 gəlmişəm. 6 dəfə 2, 12, üstünə 2 gələndə 14. 10 dəfə 2, 20, üzərinə 2 gələndə 22. Deməli 2-yə vurub üzərinə 2 gələcəm. 16, üstünə 2 gələndə 18. B 18'dir. Və son olaraq dairə neyini? Bax, görürsünüz 6 görən yerdə 34 gördümsə, mütləq kvadrat yadıma düşməlidir. Deməli, kvadrata yüksəldib 2 çıxıb. 36, 2 çıxanda 34. 64, 2 çıxanda 62. Və 100-dən 2 çıxanda eləyir 98. 98, bunlar da 35. Cəmləyəndə eləyir 133. C variantı. Növbəti sualım 24-cü sual. 24-cü sualda da bayaqki suallarda olduğu kimi yenə hər bir operator özünə məxsus bir əməliyyatı yerinə yetiribdir və mən operatorların hansı əməliyyatı yerinə yetirdiyini tapmalıyım. Deməli, ancaq burada sətir üzrə baxırıq, çünki fiqurlar sətir üzrə yerləşdirilibdir. Əgər diqqətlə baxsaq. Gəlin baxaq. Deməli, 4-dən 6, 9-dan 71. 4-dən 6-dan başa düşməsəm də 9-dan 71 alıbsa, deməli 9-un kvadratına yaxın rəqəmdir. Kvadrata yüksəldib 10 çıxıbdır. 81 çıx 10. 16 çıx 10 eləyir 6. Deməli 7-nin kvadratı 49, 10 çıxanda eləyir 39. K 39. İkinci tərəfə baxıram. 7-dən 23-ə, 9-dan 29-a. Təxmini 3 qatına yaxın. 3-ə vurub üzərinə 2 gələrəm. Bəli, 3-ə vurub üzərinə 2 gəlir. 4-ü 3-ə vuranda 12, üzərinə 2 gələndə 14. 7-ni 3-ə vuranda 21, üzərinə 2 gələndə 23. Düzdür. Deməli, son olaraq 4-dən 16, 7-dən 26. Bu daha çox 4 qatına yaxındır. 4-ə vurub 2 çıxsam düzəlir. 4 dəfə 4, 16, 2 çıxanda 14. 4 dəfə 7, 28, 2 çıxanda 26. 4 dəfə 9, 36, 2 çıxsam 34. M eləyir 34, L eləyir 14. Bunları toplayıram. Deməli, 48-in üstünə 39 gələcəm. O da eləyəcək 87, D variantı. Növbəti sualım 25-ci sual. 25-ci sualda hər bir fiqur müəyyən bir rəqəm təmsil edir. Bax, məsəl üçün, bunu necə tapa bilərik? Bax, 10, 15, 20-ni gördünüzsə, ağlınıza o dəqiqə bunların 5-ə bölündüyü gəlməlidir. Bəlkə elə kvadrat 5-dir və burada vurma əməliyyatı var. 5-i 2-yə vursam 10 eləyir, 5-i 3-ə vursam 15 eləyir, 5-i 4-ə vursam 20 eləyir. Gəlin bunları yoxlayaq. Bu da 2-dir deməli. Bu dairə 2-dirsə, bu da 2-dir. 2 dəfə 2, 4, 2 dəfə 3, 6, 2 dəfə 4, 8. Bəli, düzdür.
Bir dənə bu qaldı. 3-ü nəyə vursam 12 eləyər? 4-ə. Deməli, bu da 4-üymüş. Hə, bunu burada tapmışdıq olsun. 2 dəfə 4, bu eləyir 8. 4 dəfə 4, bu da eləyir 16. 8 və 16. Y variantı. Növbəti sualım 26-cı sual. 26-cı sualda biz bucaqlarla işləyirik. Deməli, bu 5 bucaqlıdır. Bu 8 bucaqlıdır. Bu da 4 bucaqlıdır. Neyniyək? Deməli, 5-dən 2 çıxırıq, eləyir 3. 3-ü vururuq 2-yə, eləyir 6. 8-dən 2 çıxırıq 6. 6-nı 2-yə vururuq 12. 4-dən 2 çıxacaq 2. 2-ni 2-yə vuracaq 4. 5-dən 3-ü çıxacaq yenə 2. 2-ni 2-yə vuracaq 4. 8-dən 1 çıxacaq 7. 7-ni 2-yə vuracaq 14. 14, 4, 4. Cəmləri eləyir 22. A variantı. Növbəti sualımız 27-ci sual. Burada da hər bir operator müəyyən bir əməliyyatı yerinə yetirir. Gül operatoru bir əməliyyatdır. Qaragül operatoru bir əməliyyatdır. Və bu Yapon işarəsi də bir əməliyyatdır. İndi biz baxsaq. 19-dan 24, 27-dən də 15 almaq uşaqlar düzgün deyil. Axı, bu kiçik rəqəmdir, böyüyü alır. Bu böyük rəqəmdir, kiçik alır. Deməli, rəqəmlərinlə baxsaq daha məntiqli olur. 9 ilə 1-dən 24-ü necə alaram? Təbii ki, 9-dan 1-i çıxaram, 8 və vuraram 3-ə. Deməli, bu rəqəmlərini bir-birindən çıxıb bu işarə və 3-ə vur. 7-dən 2-ni çıxsam 5, 5-i 3-ə vursam 15. 8-dən 3-ü çıxsam 5, 5-i 3-ə vursam bu deyil 15. İndi baxsam 2 ilə 7-dən 18, 3 ilə 8-dən 22. Toplayıb 2-yə vuraram. 2 ilə 7-nin cəmi 9. 9 dəfə 2, 18. 3 ilə 8-in cəmi 11. 11-i 2-yə vuranda 22. 9 ilə 1-in cəmi 10. 12-yə vuranda 20. Gəldik və sonuncu bura. Bax, 3 ilə 8-dən 23 alınıbsa, o dəqiqə mənim alıma vuruma gəlməlidir. Deməli, neyini? 3-ü 8-ə vurub 24 və 1 çıxıb 23. 9-u 1-ə vurub 9 və 1 çıxıb 8. 2 dəfə 7, 14 və 1 çıxanda 13. 20, 13 və 15-in cəmi eləyir 48. B variantı. Növbəti sualım 28-ci sual. Burada neyniyib? Vurub və tərəf-tərəfə çıxıb. 6-nı 4-ə 24, 3-ü 5-ə 15. 24-dən 15 çıxanda 9. 5 dəfə 7, 35. 9 dəfə 3, 27. 35-dən 27 çıxanda 8. Qara xəttin sağı mən bilirəm də cavabdır. 3 dəfə 9, 27 və 4 dəfə 5, 20. Bunları bir-birindən çıxsam eləyir 7. Cavabım olur B variantı. Növbəti sualımız 29-cu sual. Deməli, 29-a baxsam, bax, A ulduz B operatorunun cavabı 5-dir. Yəni, A ulduz B-nin yerinə gətirib yazıram 5. 5 plus. İndi B-nə S-yə baxmalıyam. B ulduz S-nin cavabı haradadır? Burada. Kəsişmədə. 7-dir. İndi A-la A-ya baxmalıyam. A ulduz A-nın da cavabı buradadır. O deyilir 6. Bu da çıxılsın 6. 5 plus 7 çıxılsın 6. 12 çıx 6, o deyilir 6. D variantı. Növbəti sualımız 30-cu sual. Burada neynəmişik? Yuxarıdakıların kvadratından soldakıları çıxmışıq. 5-in kvadratı 25, 6-nın kvadratı 36, 9-un kvadratı 81. 25 çıx 10, 15, 36 çıx 10, 26, 81 çıx 21, 60. Görürsünüz, 25 çıx 21, 4. 25 çıx 15 eləyir 10 və 81 çıx 15 bu da eləyir 66. Toplayıram 66, 26, 92 üstünə də 10 gələndə 102. D variantı.
Növbəti sualım 31-ci sual. Buradan başlayaraq artıq deməli biz keçirik tənliklərə. A plus B bərabərdir C plus 5. Bax, sadəcə bunu yazandan sonra cavabı çıxartmaq olur. Bir dənə C-ni bu tərəfə keçirdirəm. A plus B çıxılsın C bərabərdir. 5 də burada qalır. 5-ə. A plus B plus çıxılsın C. A plus B çıxılsın C-ni istəyir bizdən. O da 5-ə bərabərdir. Sadəcə C-ni bu tərəfə keçirməniz bəs eləyir. Cavab olur B variantı. Yəni, heç birinə baxmağa ehtiyac yoxdur. Bir dənə bura baxsaz, cavabı rahatlıqla taparsınız. Təbii ki, əvəzləmə ilə falan da tapa bilərsiniz, amma ehtiyac deyil. Sizdən soruşulanı tapsaz kifayət edir. Deməli, burada yazaq. A plus C bərabərdir 24. A plus 2C bərabərdir. Daha doğrusu A plus B bərabərdir 2C və 2B bərabərdir 12. 2B 12-dirsə, deməli B nəyə bərabərdir? 6. B 6. Sadəcə bura baxmağınız kifayət edir. A plus 6 bərabərdir 2C-yə. A-nı bu tərəfə keçirdərəm. 2C çıxılsın A bərabərdir 6. Sizdən də elə 2C çıxılsın A-nı istəyir. Cavabım olur A variantı. Növbəti sualım 33-cü sual. Sual 33. Baxaq. 2A plus 1 bərabərdir C plus 1. Buradan birləri ixtisar aparsaq, 2A bərabərdir C. 2B plus 2 bərabərdir 4B. Buradan deməli 2B bərabərdir 2, B bərabərdir 1. B 1'dir. B'nin 1 olduğunu bildik. Və 2C plus 3 bərabərdir 19. Buradan da deməli 2C bərabərdir 16. C bərabərdir 8. C 8-dirsə 2A'ya bərabərdir C. A'da 4. A 4'dür, C 8. 4 ilə 1-in cəmi 5, bu da 8. 5 ilə 8-in cəmi eləyir 13. D də olur 13. Yəni elə cavabım da olur D variantı. Növbəti sualımız 34-cü sual. Bax 34-cü suala. A plus B bərabərdir 2C. 2C nədir? 20-dir də elə. Deməli A plus B bərabərdir 20. Bir də C bərabərdir 10. Onu da buradan tapdım. A plus 10, yəni C 10'dur. 10 bərabərdir B çıx 2'yə. Buradan A ilə B'ni də tapmaq olar. B'ni bu tərəfə keçirdək. Onu da bu tərəfə keçirdək. Bu olur A minus B bərabərdir mənfi 12 və A plus B bərabərdir nəyə? 20'yə. Bunu da buradan gətirdim, yazdım. Sistem tənlik. Alt-alta toplasam B'lər gedir. 2A bərabərdir 8 olur. A bərabərdir 4 olur. A 4'dürsə B 16'dır. Cavabım olur C variantı. Növbəti sualım 35-ci sual. Deməli, burada 2A bərabərdir B kvadratına. 2C bərabərdir AB-yə və A plus C bərabərdir 6B-yə. Baxın, burada A plus C-ni verib. 2A, 2C də verib. Avtomatik mənim ağlıma 2A ilə 2C-ni toplamaq gəlir. 2A plus 2C bərabərdir B kvadratı plus AB. Alt-alta topladım. 2-ni mötərizə xaricinə çıxarsam, içəridə qalır A plus C. A plus C də 6B'dir. 2 vurulsun 6B onda. Bərabərdir B kvadratı üstə gələk AB. Belə çıxır ki,
12b bərabərdir b kvadratı üstə gələk ab. Hər tərəfi b-yə bölsəm 12 bərabərdir b plus a-ya. Elə məndən də b plus a-nı istəyir. Cavabım da olur 12. A variantı. Növbəti sualımız 36-cı sual. Deməli, bu sualda necə eləyirik? A üstə gələk 4C bərabərdir 36. Buradan A-nı əvəzləyirəm. A bərabərdir 36 çıxılsın 4C-yə. Bir də B-ni əvəzləmək lazımdır. 3B üstə gələk C bərabərdir 16. O zaman 3B bərabərdir 16 çıx C və B bərabərdir 16 çıx C böl 3. Bunu da əvəzlədim. Bunu da əvəzlədim. Gətirib 2A plus B-də yerinə qoyacam. Deməli, 2 vurulsun. A-nın yerinə qoyuram nə? 36 çıx 4C. 36 çıx 4C. Üstə gələk. B. B-nin yerinə də qoyuram 16 çıx C böl 3. 16 çıx C böl 3. Bərabərdir nəyə? Bərabərdir 19-a. Buradan vurub açıram. Deməli, alınır. 72 çıx 8C üstə gələk. Üstə gələk. 16 çıx C böl 3 bərabərdir 19. Və hər tərəfi 3-ə vururam ki, burada kəsir ixtisar geçsin. 216 çıx 24C hamısını 3-ə vururam. Bunu da 3-ə vuranda 3 ilə 3 gedir. Qalır deməli, üstə gələk. 16 çıx C. Bərabərdir 3-ə vuranda 57. Ədədləri bir tərəfə, hərfləri bir tərəfə keçirsəm olur 25C. Bunları bu tərəfə keçirdim C-ləri. Bərabərdir 175. C də bərabərdir 7. C 7-dirsə. Gətirib burada C-nin yerinə 7 qoysam. 7 dəfə 4 28. 36-dan 28 çıxanda A olur 8. Bir də 16 çıxılsın C bölünsün 3 idi də B. C-nin yerinə 7 qoysam, 16-dan 7 çıxsam 9, 9-u da 3-ə bölsəm 3. B də bərabərdir 3-ə. B 3-dür, A 8-dir, C 7-dir. Cəmləyəndə eləyir 18, B variantı. Bunu ən yaxşısı əvəzləmə üsulundan eləməkdir. Təbii ki, biraz çətin gedir, amma sona gətirmək ən azından olur. Sonra, deməli, növbəti sualımız 37-ci sual. Baxıram. Burada K bərabərdir A kvadratına. A vurulsun B bərabərdir. 2K-dırsa elə K-nın yerinə A kvadratı yazarıq. 2A-nın kvadratına. Burada da A vur C bərabərdir. Burada da yenə K-nın yerinə A kvadratı yazarım. 3A kvadrat. Kvadratla A gedir. Kvadratla A gedir. Qalır B bərabərdir 2A. C bərabərdir 3A. C-nin yerinə 3A yazıram. B-nin yerinə 2A yazıram. 3A vurulsun 2A. 6A-nın kvadratı bərabərdir 96. A kvadratı bərabərdir 16 və A da bərabərdir 4. Cavabım olur B variantı. Növbəti sualım 38-ci sual. Deməli, 38-ci suala baxsaq, bax, K-nı vurmuşam C-yə, eləyib C. Deməli, K nədir? 1. 1-i ancaq nəyəsə vuranda öz eləyir. K 1-dirsə, 1-i 1-ə vursam 1 eləyər. 1-i 6-ya vursam 6 eləyər. 1-i 10-a vursam 10 eləyər. 6-nı 2-yə vursam 12 eləyər. Deməli, C-də 2 imiş. 6 vurulsun C, 12 idi də. Deməli, C-də 2 imiş. 6 dəfə 2, 12. Və bir də 6 vurulsun B bərabərdir B kvadratdırsa, B bərabərdir elə 6. B də 6-dır. 1, 6, 2,
1, 6, 10. 17-də 9. Cavabım olur E variantı. Növbəti sualım 39-cu sual. Burada da bütün rəqəmlər tapılır. Məsələn, sütunla baxsaq, bax B-nin sütuna 20, 35, 30. Bunlar nəyə bölünən ədədlərdir? Təbii ki, 5-ə. Deməli, B 5-dir. Ən düzgünü B-nin 5 olmasıdır. D onda 4 olur. 4 dəfə 5 20. Y olur 7. 7 dəfə 5 35. Və F olur 6. 6 dəfə 5 30. 4'ü 3'ə vursam 12, 4'ü 2'yə vursam 8. Bunlar da tapılır. Deməli, F 6'dır, E 7'dir, D burada deməli neçədir? 4, A 3'dür, B 5'dir, C 2'dir. Aha, -1, müsbət 3, 0, 5, 2 çıxanda yenə 3. Cavabım olur C variantı. Deməli, növbəti sualımız 40-cı sual. 40-cı sualda A üstə gələk B bərabərdir 7-yə. İndi A-nın özü bərabərdir 2-yə, B-nin də özü bərabərdir S kvadratına. Gətirək əvəzləyək. Deməli, A 2S üstə gələk B S kvadratı buradan gəldi. Bərabərdir 7S. S kvadratı bərabərdir. 2S-ni bu tərəfə keçirdirəm. 5S. S bərabərdir 5-ə. S 5'dir, A 10'dur. 5 ilə 10'un cəmi eləyir 15. B variantı. Növbəti sualımız 41-ci sual. Sual 41. Deməli, 2B bərabərdir S-yə, B kvadratı bərabərdir A-ya. Aha, bir də 2S bərabərdir A plus B-yə. Deməli, burada nə edə bilərik? S-ni yerinə gətirib 2B yazıram. Onda 2 vurulsun 2B. Bu olur 4B. Bərabərdir. A-nın kvadratına B kvadratı yazın. B kvadratı plus B. B kvadratı bərabərdir 3B. Buradan da B bərabərdir nəyə? 3-ə. B deməli 3 imiş. B 3-dürsə, B-nin kvadratı A-dır. Yəni A 9-dur. B 3-dürsə, C-də 2B-dir. C-də 6-dır. 6 və 9. Eləyir nə? 54. D variantı. Növbəti sualımız 42-ci sual. Sual 42-də. A plus C bərabərdir 2B-yə. A vurulsun C. Əgər C-yə bərabərdirsə, deməli A 1-dir. A 1-dirsə, 1-in üstünə B gəlmişəm, C eləyim. 1 üstə gələk B bərabərdir C. Bir də A plus. Buradan da A-nın yerinə 1 yazıram. 1 plus C də bərabərdir nəyə? 2B-yə. Buradan əslində sistem tənliyindən tapa bilərik. C-ni bu tərəfə keçirdək, B-ni bu tərəfə. Bu da olur 1 çıxılsın C bərabərdir -B-yə. Toplayaq, C-lər gedir. 2 bərabərdir B olur. B 2-dir. C-də 3. A 1, B 2, C-də 3. Cavabım olur 0. Bu eləyir 3, 3-dən 3 çıxanda 0, 0 2-yə vuranda yenə 0. A variantı. Növbəti sualım 43-cü sual. Deməli, B bərabərdir A-nın kvadratına. A vurulsun B bərabərdir 3C-yə. Burada yaza bilərəm ki, 3C A kubuna bərabərdir, amma başqa cür olacaq yəqin ki. 2B bərabərdir C-yə. Bax, C-nin də yerinə gətirib B yazıram. Gəlin yazaq. Deməli, AB bərabərdir. 2B yazsam C-nin yerinə. Olur 6B. B ilə də B gedir. A bərabərdir nəyə olur? 6. A 6-dırsa deməli, 6-nın kvadratı 36. B 36-dır.
B 36-dırsa, C də nədir? 70. Amma bizə sadəcə 36 ilə 6 lazımdır. Bu deyilir 42. B variantı. Növbəti sualımız 44-cü sual. Deməli, A plus C bərabərdir 5B-yə, 2B bərabərdir C-yə və B kvadratı bərabərdir A plus 4-ə. A-nı da B ilə əvəzləyəcəm, C-ni də B ilə əvəzləyəcəm. A-nı B ilə əvəzləsəm 4 bu tərəfə keçir. B kvadratı çıxılsın 4 bərabərdir A olur. Gəlin bunu yerinə yazaq. B kvadratı çıxılsın 4. Üstə gələk. C-nin yerinə 2B yazıram. 2B bərabərdir 5B. Buradan deməli, B-lər bir tərəfə, rəqəm bir tərəfə. Olur. B kvadratı çıxılsın 3B bərabərdir müsbət 4. Buradan B-ni tapmaq olur əslində. B bərabərdir 4A. B 4. Yerinə qoyub hesablaya bilərsiniz. 16 çıxılsın 12. 4 deyil. B 4. B4 aldımsa 4'ü 2'ye vuranda 8. Deməli C 8'dir. B'ni 4 aldımsa 4'ün kvadratı 16. 16'dan da 4 çıxanda 12. A'da 12. A 12. B 4. C 8. Toplayıram 24 edir. D variantı. Növbəti sualım 45-ci sual. Sual 45. A plus A da n'dir. A vuraq A da n'dir. Bunun iki şərti var. Ya A bərabərdir 2-yə, ya da A bərabərdir 0. Gəlin bunu yoxlayaq. A 0 olsa, buradan ümumiyyətlə B vurulsun C bərabərdir C-dirsə, deməli B 1-dir. B 1-dirsə, bəli, A 0 olmalıdır məhsul. 1-in üstünə 0, 1. C-də 2-dir. N də nədir? N də 0'dır. A variantı. Görürsünüz 4 da var 0 da. Amma A'nın 2 variantı düzgün deyil. Növbəti sualımız 46-cı sual. Burada A vurulsun C 15'dir. B vurulsun C 21. 15 və 21'in ortaq bölündüyü rəqəm təbii ki 3'dür. Deməli C-yə 3 yazaq. C 3'dürsə B 7'dir, A 5'dir. B 7, A 5. 5 ilə 7'nin cəmində 12. B 7'dir, A 5'dir, C də 3'dür. 8 çıx 7 eləyir 1. A variantı. Növbəti sualım 47-ci sual. Deməli, A vur C 56'dırsa, 56'nı yaradan hansı ədədlər var ki? 7 ilə 8. A plus B 10 eləyib. B plus C 9 eləyib. Yəni C ilə B-ni toplayanda daha kiçik eləyibsə, deməli C daha kiçik rəqəmdir. Onda deməli C 7'dir, A 8'dir. Və A 8 olanda B 2 olur, C 7 olanda B 2 olur. Bəli, düzgündür. Deməli, A kvadratı çıxılsın C kvadratını istəyir bizdən. Əslində, burada başqa cür də eləmək olardı. Yəni də belə yazdıq. Bunu bu formada da eləmək olar, onu da deyəcəm. A deməli 8-dir, 64 çıxılsın. C də 7-dir, 49. Eləyir nə qədər? 15. Cavabım B. Bir də belə yazmaq olar. A üstə gələk, ya da çıxılsın C-nin mötərizə xaricindən kvadratı plus 2AC. AC-ni bilirəm. A-na C-nin AC-ni bilirəm. Bu eləyir 56. 56-nı da 2-yə vuranda 112 eləyir. A çıxılsın C-nin mötərizə xaricindən kvadratı. A çıxılsın. Hə, bu belə deyil, belə deyil. Bu deməli, bu formada yazıla bilər. A plus C vurulsun A minus C. A plus C vurulsun A minus C. Ancaq bu formada həll eləmək olar. Hə, oradan bunu almaq olmur amma. Bəli, bəli, bəli. O plusundaydı. Mən yazdığım digər düstur bunun plusundadır.
Növbəti sual 48-ci sual. Bax, deməli, B-ni C-yə vurmuşam. BC bərabərdir C kvadratıdırsa, burada C ilə kvadrat gedir. B bərabərdir C olur. A kvadratı da bərabərdir BC-yə. Mən yenə B-ni C ilə əvəzləsəm, C kvadratı A kvadratına bərabər olur. Deməli, onda A da C-yə bərabərdir. Bu üçü bir-birinə bərabərdir və 3 dənə bir-birinə bərabər olan ədədi toplayırsınızsa, o mütləq şəkildə 3-ə bölünməlidir. Yəni 7, 7, 7-ni toplayırsınız da tutaq ki. Bu 21 edir. Yenə də 3-ə bölünəcək. Hansı ədədi toplayırsınız, toplayın. Bu mütləq şəkildə 3-ə bölünür. Deyək ki, hansı ola bilməz. Deməli, 3-ə bölünə bilməyən cavabdır. Bu olar, bu da olar, bu da olar. D variantı olmaz, Y variantı da olar. Cavabım olur D variantı. Növbəti sualımız 49-cu sual. Sual 49. Deməli, C kvadratı nəyə bərabərdir? Kök altında A-ya. Getdim C kvadratın yerinə kök altında A yazdım. Vurulsun. B kvadratı da bərabərdir A-dırsa, B də bərabərdir nəyə? Kök altında A-ya. Deməli, B də kök altındadır. Vurulsun yenə kök altında A. Kök altında A-nı kök altında A-ya vuranda elə A-nın özü eləyir. Cavab olur A variantı. Növbəti sualım 50-ci sual. A-nı C-yə vurmuşam, C eləyibsə, deməli A 1-dir. A 1-dir. C-də, C-nin kvadratı 25-dirsə, C 5-dir. 5. C-də 5-dir. B bərabərdir X-ə və 5B bərabərdir X kvadratına. Buradan elə B-nin yerinə gətirib X yazacağım. Bunu haradan tapdım? Bax, 5-i B-yə vurdum, bərabər elədim X kvadratına. Bir də 1-i B-yə vurdum, bərabər elədim X-ə. Deməli, burada B-nin yerinə X yazacağım. 5X bərabərdir X kvadratı. X bərabərdir 5. X də 5 imiş. Bu eləyir 25, bu da eləyir 5. Deməli, B də nə imiş? B də 5 imiş. Cavabım olur Y variantı. Burada deməli, 1 saniyə. Bəli, düz. Y variantı. Deməli, buradan da rəqəmlər seçilir əslində. Vurmadır çünki, rahat şəkildə. Bax, 22, 55. Bunlar nəyə bölünür? Təbii ki, 11-ə. Deməli, onda C 11-dir. K 2 olur o zaman, L 5 olur. Aha. A o zaman 6 olur. 2-ni 6-ya vuranda 12 eləyir. B 5 vur. Neçə 40 eləyir? 8. B 8 olur və M. M 6 vur. Neçə 42 eləyir? 7 olur. Deməli 5 dəfə 6. X 30-dur. 30 üstə gələk. Y 2 dəfə 8 16 üstə gələk. Və 7 dəfə 11 77. Bu eləyir 107 üstünə 16 gələndə 123. Cavabım olur C variantı. Növbəti sualım 52-ci sual. Deməli, A çıx 5 bərabərdir B plus C. Elə buradan cavabı alıram. B-ni bu tərəfə keçirdirəm, C-ni də bu tərəfə keçirdirəm, 5-i də o tərəfə keçirdirəm. A çıx B çıx C bərabərdir. Mənfi 5 bu tərəfə keçəndə müsbət olur. Bərabərdir 5. A çıx B çıx C-ni istəmir. O da 5-ə bərabər. Y variantı. Növbəti sualımız 53-cü sual. Deməli, baxın, burada K vur K. K kvadratı 64-sə, deməli K 8-dir. K 8-dir. L vur L. L kvadratı 144-sə, L 12-dir. L 12-dir. L 12-dir. Və M kvadratı 36-dırsa, M 6-dır. M 6-dır. Və buradan yazıram. A plus B bərabərdir 8. B plus C bərabərdir 12.
və A plus C bərabərdir 6. Bu tip sualları nə edirdik? Hamısını toplayırdıq. 2A plus 2B plus 2C bərabərdir 26-ya. A plus B plus C bərabərdir nəyə? 13-ə. A plus B plus C bərabərdir 13-ə. Gəlin görək biz bunu düzmü yazdıq? Deməli 6 dəfə 6 36, 12 dəfə 12 144, 8 dəfə 8 64. K, L və M. Bəli. 2A, 2B 26, A plus B plus C 13-ə bərabər. Hə, yox, burada vurmaymış. Hə, biz vurmanı tapmalıyıq. Bəli, bəli, bəli. Deyirəm axı cavablarda 13 cavabı yoxdur. Bura qədər yalandan gəldik biz. Deməli, mən toplama eləmişəm sərdən vurma. A-nı B-yə vuranda 8, B-ni C-yə vuranda 12 və A-nı C-yə vuranda 6. Burada BC-ni böləcəm AC-yə. Deməli, eləyir 2. C ilə C ixtisar gedir. B bölək A bərabərdir 2 olur. B bölək A bərabərdir 2. Deməli, B nəyə bərabərdir? 2A-ya. Gətirib burada B-nin yerinə 2A yazacaq. Onda olur 2A-nın kvadratı bərabərdir 8. A kvadratı bərabərdir 4. A bərabərdir 2. A 2-dirsə C 3-dür. C 3-dürsə B 4-dür. 2, 3, 4. Cəmləri eləyir 9. Növbəti sualım 54-cü sual. Deməli, burada bizdən nə istəyir? A kvadratı çıxılsın B kvadratını verir. Bax, deməli, A plus B bərabərdir. A kvadratı çıxılsın B kvadratının açılışını yazacağım. A çıxılsın B vurulsun A plus B. İndi deməli, A minus B nəyə bərabər olmalıdır ki, A plus B, A plus B-yə bərabər olsun? Təbii ki, bu 1 olmalıdır ki, mən 1-i A plus B-yə vuranda A plus B alınsın. Deməli, A minus B nəymiş? 1 imiş. Cavabım olur A variantı. Növbəti sualım 55-ci sual. B vurulsun C bərabərdir 2AB. Buradan B-lər ixtisar geçsə C bərabərdir elə 2A-ya. Burada da C-nin yerinə 2A yazaram. 2A. 2A vurulsun A. Yəni 2A-nın kvadratı bərabərdir 32-yə. A kvadratı bərabərdir 16-ya və A bərabərdir 4-ə. A 4-dürsə, C-nin özü nəyə bərabər idi? 2A-ya. A 4-dürsə, C də 2 vur 4-dür. Yəni 8. D variantı. Növbəti sualım 56-cı sual. Deməli, 56-cı sualda KL plus KM plus ML soruşur. KL nədir? A plus B. KM nədir? B plus C. LM nədir? A plus C. Bərabər. Burada nə alındı? 2 dənə B, 2 dənə A, 2 dənə C. A plus B plus C 38. A plus B plus C 38. Deməli 2 dənə 38 var da burada. 2 dənə 38-i nə eləyir? 76. Cavabım olur C variantı. Növbəti sualımız 57-ci sual. Deməli, A plus B bərabərdir C-yə. Və B plus C bərabərdir A plus C minus 6-ya. Bizə buradan nə lazımdır? Bizə lazım olan 2 açıq C-dir. Bax, burada hər tərəf A ilə C olması üçün ən məntiqli olan aşağıdan yuxarı çıxmaqdır. Aşağıdan yuxarı çıxanda B ilə B gedir. Və burada deməli C çıxılsın A bərabərdir. A plus C
çıxılsın 6 çıxılsın S. Buradan da S'lər gedir. Avtomatik. S çıxılsın A bərabərdir. A çıxılsın 6 qalır. A ilə S-ni bu tərəfə keçirdirəm, 6-nı bu tərəfə. A keçəndə müsbət olur. 2A, S keçəndə mənfi. Çıxılsın S. Bərabərdə 6-nı da bu tərəfə keçirdəndə müsbət olur. 6-ya. 2A çıxılsın S 6-dır. B variantı. Yəni, növbəti sualım 58-ci sual. Burada x nəyə bərabərdir? A plus B-yə. A plus B. Y üstə gələk. B plus C-yə, B plus C-yə və Z çıxılsın. Mötərizədə yazmıram, birbaşa yazacağım, onsuz da ikisi də sağ olacaq. Z də bərabərdir A plus C-yə. Onda A çıx C. Niyə? Çünki bu mötərizədə plus olur. Mötərizədən çıxanda ikisi də mənfi olur. A. Deməli, burada 1A ilə 1A getdi, 1C ilə 1C getdi. Nə qaldı? 2B qaldı. Cavabım olur B variantı. Növbəti sualımız 59-cu sual. Deməli, deyir A sıfırdan kiçikdir, B böyükdür, C də böyükdür. Aha, A plus C bərabərdir 1, A plus B bərabərdir 0, C plus B bərabərdir 3. Toplasam 2A plus 2B plus 2C bərabərdir nəyə? 4-ə. A plus B plus C nəyə bərabərdir? 2-yə. Deməli, bu ifadəm 2 imiş. 2 üstü A plus B. A plus B. 0. 2 üstü 0. 2 üstü 0 nə eləyir? 1. A variantı. Növbəti sualımız 60-cı sual. Sual 60. Burada deməli mənə H plus E-ni verib. H A plus D-dir. Bu H-a bərabərdir. Y isə C plus B-dir. Bu da Y-yə bərabərdir. İndi məndən G-ni istəyir. C plus B. Deməli, C plus B G-dirsə, E G-yə bərabərdir. Və A plus D F-dir. Daha doğrusu vurmadır bunlar. Yəni, bunları vurma eləyək. İkarəyə tam diqqət yetirmədim. Vurma. A plus A vurulsun D-də, daha doğrusu F-dir. O zaman F də H-a bərabərdir də. F də bərabərdir H. Onda H-ı G-yə vuranda 16, H ilə E-ni toplayanda daha doğrusu 16 eləyirsə, F ilə də G-ni toplayanda elə 16 eləyəcək. Çünki bunlar bir-birinə bərabər rəqəmlərdir. Cavabım olur A variantı.